Salam dəyərli izləyicilər. MHM test toplusunun faiz bölməsindən test 11-in 4 və 5-ci suallarının həllinə baxaq. 4-cü sualdan başlayaq. Bir satıcı 20% xeyirlə satış etməsinə baxmayaraq, tərəzisindən asazlıq olduğu üçün 4% zərər etməkdədir. Satıcının tərəzisi 2000 qramlıq kütləni neçə qram göstərər? Məsələdən belə aydın olur ki, hər hansı bir satıcı başqa bir satıcıdan müəyyən qədər mal alır, o digər satıcının tərəzisi ilə çəkib o malı götürür və gətirib öz tərəzisində çəkərək satış edir. Və satış edən vaxtı malın maya dəyərinin üzərinə 20% artıq pul qoyaraq 20% gəlir götürməyi düşünür. Lakin bu satış etdikdən sonra məlum olur ki, satıcının tərəzisi nasaz olduğuna görə hətta 4% ziyana düşmüşdü. Yəni maya dəyərindən belə 4% aşağı gəlir əldə etmişdi. Və bu zaman soruşur ki, satıcının tərəzisi belə işləsə 2000 qramlıq kütləni neçə qram göstərər? Fərz edək ki, satıcı məsələn 1 kiloqramlıq nəsə almışdı. Fərz edək ki, 1 kiloqramlıq mal alır, malı x manatdan alır. X manatdan alır. Deməli, satıcı gedir 1 kiloqramlıq malı x manatdan alır. Qeyd edim ki, belə məsələlərdə alış qiyməti məsələnin həllinə təsir etmədiyinə görə bəzən bu məsələni belə də həll edirlər ki, 100 kiloqram mal götürürlər və 1 manatdan alırlar kilosunu. Bu şəkildə də həll eləmək olar. Və yaxud da 10 kiloqram mal götürərəm, hər kilosunu 10 manatdan alaram və s. Mən bu şəkildə həll etməyi nəzərdə tutdum. Fərz edirəm ki, deməli, satıcı gedib başqa bir satıcıdan 1 kiloqram mal alır və onu da x manatdan alır. Onda bu satıcı nə qədər pul xərcləyir? Deməli, 1 vur x qədər bərabərdir x qədər pul xərcləyir. Yəni 1 vur x bərabər x manat pul xərcləyir. Pul xərcləyir. Bu xərclədiyi pul maya dəyəridir. Deməli, bu pul malın maya dəyəridir. Deməli, malın maya dəyəri x manatdır. Satıcı fikirləşir ki, bunu 20% artığına satar, 20% gəlir götürər. Bu zaman satıcı bu 1 kiloqramlıq malı görək neçəyə sata bilər. Deməli, hər kiloqramına, yəni bu 1 kiloqrama x manat vermişdi. İndi isə bunu 20% artığına satır. Yəni 120%-ni götürür. X-in 120%-ni tapsaq, x vur 120 bölü 100, o da bərabər 1,2x manat. Manata satmağı nəzərdə tutur. Lakin satıcının tərəzisi nasaz olduğuna görə bu 1 kiloqramlıq malı 1 kiloqram göstərmir. Müəyyən qədər az göstərir. Amma bilmirəm nə qədər göstərir. Fərz eləyək ki, 1 kiloqramlıq malı tərəzi y kiloqram göstərir. Y kiloqram göstərir. Yəni səhvən belə göstərir. Onda bu y kiloqramlıq malı 20% xeyirlə satıcı satır. Görək nə qədər pul qazanır. Deməli, y kiloqram malı yəni 1,2x manatdan satır. 20% xeyirlə, yəni bu qiymətə satır. Onda satışdan əldə olunan gəliri belə taparıq ki, y vur 1,2x, yəni malın kütləsini satış qiymətinə vursam, o da bərabər 1,2x y qədər pul qazanmış olar. Və sonra müəyyən edir ki, bu əldə etdiyi bu gəlir, yəni 1,2x y manat, hətta maya dəyərindən, maya dəyəri
x manat idi. Bu x-dən maya dəyərindən 4% aşağıdır. Maya dəyəri x-dirsə, x-dən 4% aşağı qiymət x-in 96%-nə bərabərdir. Yəni 0,96 x-ə bərabərdir. Bu isə o deməkdir ki, 1,2 x, y manat əslində bərabərdir 0,96 x manata. Yəni malın maya dəyərindən hətta 4% əskiyə bərabərdir. Buradan y tapsaq, y bərabərdir 0,96 böl 1,2 olar. Yəni x-dən ixtisar getdi. O da bərabərdir 0,8-ə. Yəni 0,8 kiloqrama. Bu onu göstərdi ki, satıcının tərəzisi 1 kiloqramlıq malı 0,8 kiloqram göstərir. Deməli, 1 kiloqram 1000 qram deməkdir. Deməli, 1000 qramı əgər 800 qram göstərirsə, onda 2000 qramı tutaq ki, t qram göstərər. Bu tənasübdən taparıq ki, t bərabərdir 1600 qram. Deməli, satıcının tərəzisi həmin 2000 qramlıq malı 1600 qram göstərər. Cavab E variantı. İndi isə 5 nömrəli sualın həllinə baxaq. Eyni məhsuldarlıqla işləyən 10 işçi hər gün 8 saat işləyərək 6 gündə 2000 ədəd məhsul istehsal edir. Eyni məhsuldarlıqla işləyən 15 işçinin 12 saat işləyərək 3000 ədəd məhsul istehsal edə bilməsi üçün işçilər neçə gün çalışmalıdır? Deməli, belə məsələdə adətən yekun işlərin bərabər olması nəzərdə tutulur. Deməli, nə edirik? Bunlar eyni məhsuldarlıqla işləyir. Bilmirəm, hər işçinin məhsuldarlığı nə qədərdir. Fərz edək ki, işçinin məhsuldarlığı x-dir. Yəni, bir işçi bir saatda x qədər məhsul hazırlayır. Bu, işçinin məhsuldarlığı olsun. Onda biz 10 işçinin gördüyü işi tapmaq üçün x-i 10-a vurmalıyıq. Və 10 işçi hər gün 8 saat işlədiyinə görə o 8 saatda gördüyü işi tapmaq üçün bir daha 8-ə vurmaq lazımdır. Və 6 gün işlədiyinə görə onda cəm işi tapmaq üçün bunu bir daha 6-ya vurmaq lazımdır. Deməli, bu qədər işin miqdarı şərtə görə 2000 ədəd məhsula bərabərdir. Deməli, 2000 ədəd məhsula bərabərdir. İndi həmin işçilər yenə işləyir eyni məhsuldarlıqla. Deməli, x məhsuldarlıqla işləyir və 15 işçinin 15 nəfər olduğuna görə 15 dəfə çox iş görür. 12 saat işlədiyinə görə gördüyü işi tapmaq üçün bir daha 12-yə vurmaq lazımdır. Lakin həmin işçilərin sayını bilmirik. Sayına n desək, n nəfər olduqlarına görə bir daha n-ə vursaq, onda 3000 ədəd deməli məhsul istehsal edərlər. Deməli, burada n işçilərin sayıdır. İşçinin sayı. Deməli, işçinin məhsuldarlığını x ilə qeyd etdik. Deməli, bu x-i 15 işçi üçün 15x qədər məhsuldarlıq deməkdir. 12 saat işləsələr 12-yə vururuq ki, yəni bu qədər iş olur. Və nəhayət onu saya vuranda bütün işçilərin gördüyü tam iş alınır. Bu tam iş isə 300 ədəd məhsul istehsal etmək deməkdir. Deməli, əvvəlki iş 2000 məhsula bərabərdir. Sonraki işimiz isə 3000 məhsula bərabərdir. Bu tənasübdən işçilərin sayını tapaq. Tənasübdə sağ və sol tərəfdə bir qədər sadələşmə aparsaq, x-lər ixtisar getdi. 6 və 12 ixtisar getdi. Burada 2, burada 1.
10 və 15 ixtisar getdi 5-ə. Burada 3, burada 2. Bu ikilər də ixtisar getsə 8 böl 3n qalar. 8 böl 3n sol tərəfdə bərabərdir. Hər ikisini 1000-ə bölsək 3-də 2 almış olaraq. Buradan da 6n bərabərdir. 3 dəfə 8 24. N də bərabərdir 4 olar. Deməli, işçilərin sayı 4-ə bərabər oldu. Cavab B variantı.